Salam aleykum. Mən bugün Azərbaycanımız haqqında danışmaq istəyirəm. Bizim Azərbaycanlılar Azərbaycanda yaşayaraq, Azərbaycan vətəndaşı olaraq öz ölkələrini bəyənmirlər. Bir şey olmamış deyir ki, Azərbaycan belədir, Azərbaycan elədir, prezidentimiz elədir, prezidentimiz belədir. Ancaq onu nəzərə almaq olar ki, öz ölkəmizdə azad ölkədə yaşayırıq. Məsələn, digər ölkələrə nəzər salsaq, Amerikada, Fransada hər gün bir ixtişaşlar, hər gün bir mitinqlər, hər gün bir cinayətlər, nələr olur. Məsələn, götürək İraqı, İranı, IŞİD o barədə danışmaq istəyirəm. Hər gün bir evlər partladılır, hər gün terror aktı törədilir. Nə qədər körpə, məsum, günahsız insanların həyatına son qoyulur. Ancaq Azərbaycanda belə bir şey yoxdur. Məsələn, götür Afrikanı, Somali, insanlar orada acından ölür. Nə yeməkləri var, nə evləri, nə düzgün bir şəraiti. Ancaq belə baxsaz görərsiniz ki, bizim Azərbaycanımızın milləti üçün hər bir şərait var. Evi, suyu, qazı, işığı, yəni insanın dolana biləcəyi, şərait qura biləcəyi hər bir şey var. Şükür ac deyilik, dövlətimiz ac saxlamır. Hər gün bir terror aktı törədilmir, hər gün bir evlər partladılmır, hər gün bir ağır cinayətlər baş vermir. Yəni azad, belə gözəl, belə azad bir ölkədə yaşayırıq. Niyə bəyənmirsiniz öz ölkəmizi? Bizimkilər Azərbaycanlılar öz çəkdiyimiz kinoları bəyənmirlər. Bizim Azərbaycan çəkdiyi serialları bəyənmirlər. Azərbaycan nədir ki, nə kino çəkə? Azərbaycan nədir ki, nə serial çəkə? Azərbaycanda kino mu var? Niyə elə deyirsiniz? O qədər gözəl kinolarımız var ki, Qaynana, Ögey ana, 7 oğul istərəm, Axırıncı aşırım və s. kinolarımız, filmlərimiz bu dəqiqədə hamımız izləyib baxırıq. Qaldı ki, indi çəkilən kinoya Azərbaycan inkişaf etmiş ölkə deyil, inkişafda olan ölkədir. Yəni bizim ölkəmiz get-gedə, bizim Azərbaycanımız get-gedə inkişaf edir, get-gedə gözəlləşir, get-gedə hər bir şeyi yaradılır Azərbaycanda. Əlbəttə ki, prezidentimizin və onun xanımının, onun ailəsinin sayəsində. Düzdür, Azərbaycanımızda mənim bəyənmədiyim bir şeylər çoxdur. Onlardan birini misal gətirə bilərəm. Bizim sağlamlığımızın qeydinə qalan həkimlərdir. Təhsilimizin də olmasında səbəbkar müəllimlərdir. Ancaq onların maaş gəliri çox azdır. Bu halı mən Azərbaycanımızda bəyənmirəm. Yəni müəllimlərin, həkimlərin maaşı azdır. Ancaq mən Azərbaycanımı çox sevirəm. Çünki Azərbaycanında azadam. Azad küçəyə çıxa bilirəm. Rahatlıqla küçəyə çıxa bilirəm. Rahatlıqla işləyirəm. Rahatlıqla hər bir şey rahatdır. Hər gün evdən çıxanda qorxmuram ki, görüm bugün nə terror aktı olacaq, bugün hara partladılacaq. Hadi bugün ac qaldıq. Yəni şükür ki, Azərbaycanımızda belə bir problemlərlə qarşılaşmırıq. Niyə tək öz vətəninizi sevmirsiniz? Sadəcə mən sizə Azərbaycanlılar özünü tutub deyirəm ki, biz əlbir olsaq, öz ölkəmizi sevsək, öz ölkəmizi, insanlarını, millətini sevsək, onda Azərbaycan irəli gedər. Yoxsa nə qədər ki, siz Azərbaycanı, prezidenti pisləsəz, hər bir şeyin günahını prezidentdə görsəz, o zaman Azərbaycan irəli getməyəcək. Ən əsas insanlarımızın fikridir. Ona görə fikrinizi Azərbaycanınızı sevməyə yönəldin. Yəni, çoxsu deyir ki, Qarabağ mənim problemim deyil, Qarabağ belə. Niyə? Bir Azərbaycanlı olaraq Qarabağ bizim torpağımızdır. Mənim papam da Qarabağda vuruşubdu. Yəni ki, Azərbaycanın hər bir cüzi problemini hər bir vətəndaşın borcudur ki, öz problemi kimi bilsin. Çünki vətəndir.
Vətənə boş yerə ana vətən demirlər. Öz anamızı sevib qayğısına qaldığımız kimi vətənimizi də sevib qayğısına qalmalıyıq. Ona görə də mən sizin hər birinizi səsləyirəm ki, Azərbaycanın hər bir cüzi bir problemini öz probleminiz kimi bilib onu həll eləməyə çalışasınız, vuruşasınız. Öz gücümüz yetməz dünyanı dəyişməyə. Ancaq öz ölkəmizi sevib, öz ölkəmizi irəli aparmağa hər cür gücümüz çatar. Öz ölkənizi, millətini sevin. Çoxları düşünür ki, adi cüzi bir şeydən götürüm. Oğlan yolda keçərkən bir xanıma söz atır və başlayırlar ki, Azərbaycanda da ancaq belə şeylər, yolda getdiyində imkan vermirlər, belə söz atırlar, elə söz atırlar. Ancaq belə deyil. Yəni biz xaricdə yaşamamışıq. Yaşayarkənsə, gedərkənsə turist kimi getmişik. Bilə bilmərik ki, xaricdə nə var. Xaricdə də qadınlara söz atırlar. Xaricdə də geyimlərə, ərzaqlara qiyməti bahalaşır. Yəni tək belə bir şeylə Azərbaycanda olmur. Yox, əgər bunu düşünürsünüzsə, onda bir şey nəzərinizdə saxlayın ki, Azərbaycan azad bir ölkədir. Azərbaycanda yaşamaq rahatdır. Ən əsası, bura sizin vətəninizdir. Və bizim vətənimizdə hər gün terror aktı, aclıq yox, bir şey yox. Nədən şikayət edəsiz axı, Dövlətinizi, ölkənizi qoruyun. Fərqi yoxdur, hansı şəhərdə, hansı kənddəsiniz. Ən əsası, öz şəhərinizi, öz küçənizi belə təmiz saxlayın. Azərbaycanınızı sevin. Çünki mən öz ölkəmi çox sevirəm. Öz dövlətimi çox sevirəm. Sadəcə Azərbaycanımızda biraz müəllimlərin, həkimlərin maaşları qalxsa, hər şey super olar. Ona görə də xahiş edirəm. Azərbaycanı pisləməyin, öz ölkənizi pisləməyin. Nə qədər ki, gedib siz başqa ölkə vətəndaşı olsanız da, sizin qanınızdan, sizin canınızdan Azərbaycan və ən əsası bir türk qanı axır. Bunu heç vaxt unutmayın.